Digər istiqamətlər üzrə anlaşma memorandumunun bəndlərinə dair studiyamızın qonağı ilə birgə danışacağıq. Milli Məclisin üzvü Sevil Mikailova qonağımızdır. Sevil xanım, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Vaxtınız xeyir, xoş gördük. Sevil xanım, artıq anlaşma memorandumu ilə bağlı xəbərlər çıxandan bəri vəziyyət qarışıb. Bir tərəfdən CNN yazır ki, Hörmüz boğazının idarəçiliyi tamamilə İrana verilib. Digər tərəfdən Donald Trump deyir ki, səbr edin, biz bu sənədə imza ataq. Daha sonra sizinlə mətbuat konfransı keçirib bənd-bənd oxuyub izah eləyəcəm. Amma yaranan təqribi mənzərə aydındır. Bu anlaşma memorandumu, əgər doğrudan da şərtlər bu formadadırsa, sizcə daha çox kimin qələbəsi kimi qəbul olunmalıdır? Mən sizin sualınıza J.D. Vance'ın, Amerika Birləşmiş Ştatları vitse-prezidentinin mətbuata söylədiyi bəyanatı ilə cavab verəcəm. O, bu sənədi win-win adlandırıb və onun həm Birləşmiş Ştatlar, həm də İran üçün xeyirli olduğunu və kifayət qədər məqbul olduğunu bəyan edibdir. Yəni, Birləşmiş Ştatlar bu sənədi ortaya qoyanda və İranla razılaşdıranda və İran da öz mövqeyini ortaya qoyanda, yəqin ki, onlar çıxarlarını və gəlirlərini kifayət qədər dəqiqliklə hesablayıblar. Çünki söhbət uzun illər davam edən, uzun 10 illər davam edən konfliktdən gedir, düşmənçilikdən gedir və əgər bu sənəd, əlbəttə ki, o niyyət protokolu kimi də qəbullanmalıdır. Çünki bu razılaşma deyil, razılaşmaya hələ 60 gün vaxt var. Sadəcə olaraq tərəflər atəşkəsə söz verirlər və bütün cəbhələrdə, burada Livan da daxil olmaqla, bunu xüsusi olaraq qeyd etməyə lazımdır, bütün cəbhələrdə atəşkəs elan olunur və tərəflər bundan sonraki addımları artıq daha detallı şəkildə razılaşmanın bəndlərini müəyyənləşdirəndə, onu yazanda yəqin ki, nəzərə alacaqlar. Amma hazırki anda isə onlar prinsipial məsələlər üzrə razılaşmanı qeyd ediblər və məhz bu prinsipial mövqeyini gələcəkdə daha da inkişaf etdirmək niyyətindədirlər. Bu nədən ibarətdir? Yəni, əsas etibarilə əslində Birləşmiş Ştatlar və İran arasında böyük problem yaradan məsələ İranın nüvə proqramı ətrafındaydı və memorandumda da bu öz əksini tapıb və çox vacib məqam odur ki, söhbət nüvə silahlarının yaradılmamasından gedir. Yəni, İran bir mənalı şəkildə öz üzərinə öhdəlik götürür ki, o nüvə silahına yiyələnməyəcəkdir. Bu vacib bir məqamdır. İndi baxaq İranın mövqeyinə. Yəni, İran bundan əvvəl də İranın mərhum ali lideri tərəfindən fətva verilmişdi və o İranın yalnız sülh məqsədləri üçün istifadə edəcəyini nüvə proqramından bəyan etmişdi və nüvə silahının İran İslam Respublikasında mövcud olmamasını bir mənalı şəkildə bəyan etmişdi. Yəni, bu məsələdə hər iki tərəfdə razılıq var. İkinci, daha çox sual doğuran məsələ və bu, belə deyək, situativ problem kimi ortaya qalxdı, o Hörmüz məsələsidir. Xatirinizdədirsə, bundan əvvəl də yəni konflikt mövcud olanda tərəflər arasında onlar heç vaxt Hörmüz boğazını problem olaraq ortaya qoymurdular və bunu yəni insaflə söyləmək lazımdır ki, İran da heç vaxt bu kartdan istifadə etdiyi ilə bağlı praktik bir addım atmamışdı. Bəli, ara sıra bəlkə kimsə, analitiklər, bəlkə İran daxilində olan kimsə söylürdü ki, onlar Hörmüz boğazını bağlaya bilərlər, amma uzun illər Hörmüz boğazının bağlanması praktik olaraq həyata keçirilməmişdi. Və bu ilk dəfə idi ki, İran artıq özünün ən güclü kartından istifadə etdi və yenə də obyektiv söyləyək ki, kifayət qədər effektiv oldu. Və Hörmüz boğazının bağlanması müharibənin artıq müqəddəratını həll etdi. Niyə? Çünki neft qiymətlərinin qalxması, bəli, biz bunu qəbullana bilərik ki, indi bundan əvvəl də neft bazarında kataklizmlər baş vermişdi. 2016-cı ildə neft qiymətlərinin kəskin düşməsi də bazara heç müsbət təsir göstərməmişdi. Eyni zamanda, yəni bundan əvvəlki illərdə müxtəlif, yəni siyasi təzyiqlər altında neft bazarında onsuz da qalxmalar və enmələr müşahidə olunurdu və kəskin fərqlərlə mövcud idi. Amma bu dəfə artıq dünya iqtisadiyyatının çökməsindən söhbət gedir. Niyə görə? Biz artıq Qatarda, Birləşmiş Ərəb Əmirliklərində
neft bazalarının vurulması, yəni neft istehsal edən ərazilərin artıq işinin bir növ paraliç vəziyyətinə gətirilməsi və Hörmüz boğazından da keçidin əngəllənməsi. Bu dünyanın 20%, yəni 1/5 neft qaz ehtiyatlarını ötürən çox vacib bir dəhlizdir. Və bu isə artıq dünyanın aparıcı iqtisadi oyunçularına qarşı kifayət qədər, belə deyək ki, fəsad yarada biləcək, hələ bunu yumuşaq desək, bir proses idi. Və bunun nəticələri də ağır oldu. Həm ticarət gəmilərinin buradan keçidi əngəlləndi, həm burada artıq mülki gəmilərin hərəkəti əngəlləndi və nəticə etibarilə də bu belə bir reallığı ortaya çıxartdı ki, əgər bu vəziyyət davam edəcəksə, onda həqiqətən də biz resessiyanı çox gözləməyəcəyik və dünya iqtisadiyyatı idarə olunmaz bir vəziyyətə gələcəkdir. Və növbəti məsələ isə artıq İranla bağlı sanksiyalar və İranın aktivlərinin, dondurulmuş aktivlərinin açılması məsələsi idi ki, memorandumda bu öz əksini tapıbdır və biz düşünürük ki, yəni bir dövlətin aktivlərinin dondurulması, yəni bu kifayət qədər əslində sual yaradan məsələdir. Çünki bu İranın özünün aktivləridir və sadəcə olaraq bu siyasi motivasiya ücbatından əgər bağlı saxlanılırsa bir millət üçün, bir dövlət üçün, bu da düşündürücü bir sualdır və digər çox vacib bir məsələ kompensasiyadır. İran bunu tələb eləyir. Düzdür, bu kompensasiya formasında memorandumda öz əksini tapmayıb, amma mətbuata bəyan edilmiş mətndə 300 milyardlıq İranın iqtisadiyyatına, onun həm tikinti sektoruna, həm industriyasına investisiyaların qoyulması ilə bağlı razılaşmanın olduğu bildirilir. Sevil xanım, siz artıq bir neçə istiqaməti vurğuladınız, amma bu məsələyə yanaşma bir mənalı deyil. Amerika Birləşmiş Ştatlarından gələn reaksiyalara diqqət yetirdik və Şahın oğlu Rıza Pəhləvinin bir yanaşmasını xüsusilə vurğuladıq. 40 min insanın həyatını itirdiyi yanvar ixtişaşlarından sonra vəziyyətin bu nöqtəyə gəlməsi, yəni onun təbiricə güzəştlərə gedilməsi, onun əlbəttə ki, fikri budur, qəbul olunmazdı deyir və buna getməməli idi Amerika Birləşmiş Ştatları. Düzdür, xeyli sayda insan həyatını itirdi, xeyli sayda insan küçəyə axışdı, amma bu həm də bir çağırış kimi qəbul oluna bilərmi? Yəni deyək ki, bu razılaşma əldə olundu, bəs İran xalqı necə reaksiya verəcək buna? Doğrudan da mı nüvədən tam imtina etməyə, saflaşdırılan uranı ölkədən çıxarmaq müqabilində bütün bunlar qəbul olunur və ölkədə artıq sosial problemlərdən dolayı etirazlar başlaya bilər, yoxsa əksinə bu xalqı sakitləşdirəcək ki, İran da burada qələbə qazanaraq çıxdı? Ümumilikdə götürəndə mən sırf Rıza Pəhləvi üzərində siz başladınız suala. Söyləmək lazımdır ki, yəni 1979-cu ildə İran İslam İnqilabı baş verdi. Bu İran xalqının mövqeyi idi və iradəsi idi və onlar monarxiyaya yox dedilər və şah rejiminin devrilməsi, yəni belə deyək ki, bəli, burada kənar təsirlərin olduğunu söyləyənlər də var, amma bir mənalı şəkildə bu İran xalqının mövqeyi idi. Sadəcə olaraq hərbi əməliyyatlar başlayanda, bəli, burada müxtəlif ssenarilər ortadaydı, yəni düşmən tərəfindən və onlar İran daxilində rejimi dəyişmək, İran daxilində mövcud olan siyasi quruluşu düzdür, bunu sözdə söylüyürdülər ki, rejimi dəyişmək kimi bir ehtiyacları yoxdur, amma mən qayıtmaq istəyirəm elə Donald Trump'ın hərbi əməliyyatlar başlayandakı çağırışlarına, o İran xalqına, İran əhalisinə müraciət edir ki, çıxın küçələrə, rejimi devirin və s. Amma bu alınmadı. Niyə alınmadı? Çünki biz baxsaq, uzun illik İran ictimaiyyətinə olan kənar təsir əslində o cəmiyyəti monolit bir formaya gətirib çıxarıb. Sosial problemlər bütün cəmiyyətlərdə var. Elə Birləşmiş Ştatlarda da var, Avropa ölkələrində də var, hər yerdə var. Amma məsələ burasındadır ki, İran daxilində bunu siyasiləşdirməyə meyillər var idi, təzyiqlər göstərilirdi və bu təzyiqlər vasitəsilə İranda hakimiyyəti dəyişmək istəyirdilər. Yəni bugün Amerika Birləşmiş Ştatlarında olan siyasi rifahla bağlı problemlər İrandakı problemlərlə qarşılaşdırıla bilərmi? Realın nə dərəcədə dəyər itirməsini nəzərə alsaq? Gəlin belə deyək, əslində problem, İran çox varlı bir ölkədir və İranın neft-qaz ehtiyatları yaxın şərqdə kifayət edir. İran liderdir o qaz ehtiyatlarına görə, bəli, ikinci yerdə gedir, səhv etmirəmsə. Və onu, amma məsələ burasındadır ki, İran uzun illərdir sanksiyalar və blokada şəraitində yaşayır. Bu çox ağır bir durumdur və bu durumu kim formalaşdırır?
formalaşdırıb ilk növbədə. Yəni bunu da demək lazımdır. İranın bank sisteminin SWIFT-dən ayrılması, onun belə deyək, maliyyə az əvvəl söylədi 25 milyardlı aktivlərinin dondurulması, bu proseslər kimin tərəfindən həyata keçirilibdir? Ən ağır sanksiyalar, yəni sanksiya altında ölkələr var, ölkələrin siyasətində İran liderdir. Rusiya Federasiyası, yəni o hazırda belə də İrandan sonra qoşulubdur bu siyahıya, amma İran liderdir bu siyahıda. Və belə bir şəraitdə belə gördüyünüz kimi İran iqtisadiyyatı bu və ya digər şəkildə özünü belə də tənzimləyə bilibdir. Bu yetərlidirmi? Yetərli deyil. İran daxilində iqtisadi problemlər ilbəil daha da kəskinləşirdi və indi də hazırda biz söyləyə bilmərik ki, bu belə deyək müsbət məcrada inkişaf edir, amma İran xalqı ilk növbədə öz dövlətçiliyi, öz siyasi quruluşunun qorunub saxlaması indiki halda, çünki bu onların təhlükəsizliyinə birbaşa təhdidləri yaradır və bunu mən düşünürəm ki, Qərbdə də başa düşdülər. Başa düşdülər ki, yəni daha çox təzyiq göstərdikcə daha da konsolidasiyalı bir cəmiyyət formalaşır İran daxilində. Ona görə də Rıza Pəhləvi tərəfindən səsləndirilən bəyanatlar İranda hansı səmimiyyətlə qarşılanır? Bu özü də bir sualdır. Təbii ki, yəni Rıza Pəhləvinin qayıdışı, orada özünü xarizmatik lider hesab eləyir, o şahın deməli nəslindən olduğu üçün o özünü qeyri-qanuni olaraq nəslinin hakimiyyətdən uzaqlaşdırılması düşüncəsindədir, amma bu onun mövqeyidir. İran daxilində olan belə deyək qüvvələr onunla bu mövqeni bölüşür, bölüşmür. Bu təbii ki, ayrı bir məsələnin mövzusudur. Ona görə də sosial və iqtisadi problemləri biz siyasi və təhlükəsizlik məsələləri ilə qarışdırmamalıyıq. Bunlar tamamilə fərqlidir. Sosial və iqtisadi problemlər ölkə daxilində həll oluna bilər. Məsələn, mən misal üçün söyləmək istəyirəm, Fransada sarı jiletlilərin hərəkatı. Eyni şəkildə Macaristanda da o proseslər gedirdi. Eyni şəkildə Çexiyada da bir neçə il əvvəl sosial problemlərlə bağlı, yəni küçələrə axşayıb, bu ara-sıra Avropa ölkələrində də baş verir, elə yaxın şərqdə də baş verir. Amma daha çox demokratiyanın göstəricisi olaraq baş verir. Yəni xırda bir detaldan belə etiraz edə bilirlər Avropada. Sərbəst toplaşma azadlığı var insanların və onlar çıxırlar küçələrə, öz etirazlarını bildirir. Amma İran daxilində isə bu iqtisadi və sosial problemləri siyasi məcraya yönləndirmək üçün yəni ciddi cəhdlə çalışan qüvvələr vardı. Amma düşünürəm ki, artıq bunun yersiz olduğunu anladılar və son hücumlardan sonra, son toqquşmalardan sonra daha da birləşmək və yaxın şərqdə sülh mühitini formalaşdırmaq, yəni Trumpın bəyanatlarında bu səsləndirilir və düşünürəm ki, bunu dəstəkləmək lazımdır və o müharibəyə yox deyir yaxın şərqdə bu memorandumu imzalamaqla. Bu nə dərəcədə real olacaq? Çünki risklər həqiqətən də çoxdur və biz əgər baxsaq, yəni İranın tələbləri də günü-gündən şiddətlənir və onun iddiaları kifayət qədər yüksəkdir. Eyni şəkildə Birləşmiş Ştatlar da öz mövqeyini və imicini qoruyub saxlamaq üçün çalışır. Ona görə də İranın hər istəyinə, hər tələbinə hə demək məcburiyyətində deyil və yaxın şərqdəki tərəfdaşların özünün də davranışı bir mənalı deyil. Onların da öz maraqlarını qoruyub saxlanması, çünki İranla olan münasibətlər fonunda həm iqtisadi, həm siyasi mənzərə formalaşır yaxın şərqdə. Yəni bütün bunlar kifayət qədər mürəkkəb bir səhnəni formalaşdırır əslində. Və memorandum indikan da bu mənim mövqeyimdir ki, həqiqətən də vəziyyətdən çıxış yoldur. Ən azı müharibəni sakitləşdirmək üçün, çünki bildiyiniz kimi hələ də Livan cəhbəsində hücumlar davam eləyirdi və bu məsələ kifayət qədər yaxın şərqin, yəni biz sülh fazasına daxil olması ilə bağlı fikirlərimizi alt-üst eləyir və düşünürük ki, yəni belə bir məsələdə əgər irəliyə gedə biləcəklərsə çox yaxşıdır. Eyni zamanda memorandumda diqqət çəkən digər bir məqam da İrana çağırışdır ki, o proksi qüvvələri maliyyələşdirməsin. Çünki həm yəni Həmas, həm Hizbullahın məhz İran tərəfindən maliyyələşdirildiyi bildirilir və xüsusilə də indi İsraildəki, daha doğrusu İsrailin indi mübarizə apardığı Hizbullah qruplaşması daha real təhlükə hesab olunur.
Bəli, və bütün bunlar davamlı sülhün əldə olunması və belə deyək ki, növbəti mərhələyə keçmək üçün, yəni memorandum hələ başlanğıcdır, hələ imzalanacaq, düzdür, o əyani imzalama mərasimi Cenevrədə olacaqdır həftənin 5-ci günü, cümə günü, baş tutmayıb hələ, ancaq bu hələ niyyətdir və bunun sonrası o 60 gün, mən deyərdim ki, bəlkə müharibə dönəmindən də çox ciddi və məsuliyyətli bir dönəm olacaqdır, çünki tərəflər həm öz mövqelərini praktik şəkildə ortaya qoymalıdır, nə dərəcədə sülhə yaxındılar, nə qədər səmimidirlər öz mövqelərini yaxınlaşdırmaqda. Eyni zamanda bölgə ölkələrinin də biz burada xüsusi olaraq qeyd etməliyik ki, davranışından çox şey asılı olacaqdır. Ona görə də ümumilikdə 60 gün əslində memorandumun nə qədər effektiv olduğunu sərgiləyən bir dönəm olacaqdır. Burada İsrailin də mövqeyi əslində maraq doğurur. Elə bu günlərdə daha çox İsrailə yönəlik mesajlar verilir. Amerika Birləşmiş Ştatları deyir ki, İsraili Livanı da əhatə eləyəcək. İran da İsrailə xəbərdarlıq edir ki, baxın bu dönəmdə əgər siz Livanda atəşkəsi pozsaz, o zaman cavab veriləcək sizə. İsrail bu məsələ ilə bağlı necə bir mövqedədir hazırda? Məsələ burasındadır ki, yəni Birləşmiş Ştatlar və İsrail arasındakı əməkdaşlığı nə qədər güclü olduğu bir mənalıdır. Amma bu məsələdə bir inciklik yaranıbdır və İsrail Amerikanın mövqeyi ilə razı olmadığını bildirir və bu məsələdə onun maraqlarının nəzərə alınmadığını iddia edir. Amma söyləmək lazımdır ki, yəni belə bir fərzi irəli sürmək ki, Birləşmiş Ştatlar və İsrail fərqli bir düşərgələrdə dayanıblar, öz maraqlarını mono qaydada müdafiə edirlər. Mən düşünürəm ki, bu düzgün olmazdı. Çünki elə mübarizənin ilk günündə də, hücumların ilk günündə də Birləşmiş Ştatlar və İsrail tam sinxron şəkildə hərəkət edirdilər. Və Trump bir neçə dəfə bəyan edib ki, o İsrailin addımları barədə həm məlumatlandırılır, həm də ki, ondan belə deyək ki, de facto icazə alınır. Və belə olan halda yəni biz düşünmürük ki, onlar ayrıca hərəkət edəcəklər və hətta Trumpa açıq bir sual da göndərilmişdi ki, bundan sonra yəni əgər razılaşma olacaqsa İsrail onun sözünə baxacaq ya yox, yəni belə bir primitiv şəkildə soruşmuşlar və o da cavab vermişdi ki, bəli, mən düşünmürəm ki, İsrail hansısa bir formada onun maraqlarına zidd gələn addım atacaqdır. Amma məsələ burasındadır ki, Livan cəbhəsində biz tamamilə fərqli bir səhnəni görürük və bu çox suallar yaradır. Çünki İsrail bəli Hizbullahla bağlı iddialarını ortaya qoyur ki, onun təhlükəsizliyi üçün kifayət qədər bu cəbhədə təhdidlər görür. Ola bilsin ki, haqlıdır müəyyən mənada. Amma məsələ burasındadır ki, əgər söhbət hər tərəfli sülhdən gedirsə və razılaşmadan gedirsə, onun müddalarını bax bu cür belə deyək, çılğınlığı göstərib zərbə altına qoymaq olmaz. Məsələ burasındadır ki, artıq Livanın əgər bundan əvvəl daha çox cənub hissəsi vurulurdusa, indi artıq onlar şimal hissəsinə də keçiblər və əvvəl əgər onlar öz tərəfdaşları arasında belə bir fikir formalaşdırırlar ki, onlar ən çox müsəlmanların məskunlaşdığı hissəyə zərbələr endirirlər. Amma indi isə artıq xristian əhalinin olduğu yerə də zərbələr endirirlər. Bu isə bir növ işğalla bağlı assosiasiyaları gücləndirir. Ona görə də İran tərəfini bu məsələdə neytral saxlayırlar mövqeyini. Sevil xanım, təşəkkür edirik sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə. Dəvətə görə çox sağ olun. Bəli, biz artıq bəzi məlumatları təhlil elədik.